Xoş gördük əziz dinləyicilər. Bu günləri bilirsiniz İran hökuməti çağırış etmişdi xalqa ki, gəlin və nümayiş etdirin və bu nümayişlə əks inqilabçılara qarşı belə deyək, bu günləri mitinqə gedən, bu günləri sosial vəziyyətin ağırlığı üçün mitinq eləyən, neçə günlərdir İranı yandıran əhaliyə qarşı ki, dirəşək, bəs güya onlar məscid yandırırlar, bəs güya onlar ölkəni dağıdırlar. Qardaşlar, bu çox normal bir məsələdir və mən sizə bir məsələni də deyim, inandırıram sizi ki, dünyanın elə bir axmaq agenti yoxdur ki, o gəlib məscid yandırsın. İnanın, bunlar heç vaxt nümayişçilər etmir və yaxud da kilsə yandırsın və yaxud da sinagog yandırsın. Bunu həmişə təxribatçılar edir və bu təxribatçılar da, inanın mənə, təpədən dırnağa qədər Sepaha işləyirlər. Yalnız və yalnız Sepah üzvü gedib orada məscid yandıra bilər. Nə İsrailin agenti, nə Amerikanın agentinə heç vaxt tapşırıla bilməz ki, sən get məscid yandır. Bunlar yanlış məsələlərdir. Bu günləri İran hökuməti çağırmışdı ki, miting keçirsinlər. İnanın mən ki, mitingin bəlkə də iştirak edənlərin demək olar ki, 80% Sepahdan və Bəsicin üzvlərindən ibarətdir. Orada əhali sosial fəlakət üçün ortaya qalxıb, boş-boş kimisə pisləməyə, kimisə necə deyərlər, qərəzli göstərməyə ehtiyac yoxdur. İllərdir İranda bu zülm var və hökumət tərəfindən zülm var. Bu günləri güya məscid yandıranlar, güya maşın partladanları, maşın vuranları göstərirlər. Bugün Fransada da bunlar baş verir. Bugün Fransada da maşın yandırırlar. Normaldır, əhali belə bu işləri görə bilər. Qalcı dediyim kimi, məscid yandırmaları isə konkretni məscid yandırmaları birbaşa Sepahın işidir. Heç bir agent bu işi görməz. Heç bir agent dövlət o əhaliyə məscid yandırmayı tapşırmaz. Çünki bu hökumətin əlini gücləndirir. İkinci bir məsələ ki, bu günləri Trump bəyanat verib ki, artıq İran hökuməti onlarla danışmağa hazırdır və Əraqçı da baş nazir, xarici işlər naziri də bildirib ki, biz müharibəyə də hazırıq, danışıqlara da hazırıq. Əlbəttə İran dərin dövlətçiliyi artıq Amerika ilə danışmağa çalışır. Mən inanmıram bu danışıqlar öz bəhrəsini verə, amma onlar da əlbəttə ki, işə keçiblər. İkinci bir məsələ, mən bu günləri məlumat vermişdim və yenə də o məlumatın üstündə dururam. Güney Azərbaycanda, Azərbaycan xalqı da, məhz Türkiyədə ya Güney Azərbaycan haqqında düşünməlidir, ya da bu şirli Qacar dövləti haqqında düşünməlidir. Biz Qacarların və Güney Azərbaycan məsələsi bizim üçün olmazsa olmaz olmalıdır. Əgər İranda bir monarxiya istəyirlərsə, o əlbəttə ki, Qacarlar imperiyasının və Qacar hökumətindən olan insanlar olmalıdır. İkinci isə, əgər bu olmursa, İran da alırsa, əlbəttə Güney Azərbaycan məsələsini biz yaddan çıxartmamalıyıq. Ona görə də bütün bu mənada istəyirəm sosial şəbəkə dostlarımız olsun, kimlər olursa olsun, heç olmasa Azərbaycan segmenti bunlarla dolub daşımalıdır. Amma biz təəssüflər olsun ki, sanki bizdə, düzdür, bizdə yenə də televiziyalar danışır, amma bu çox zəifdir. Nə bütün televiziyalarda, Türkiyə televiziyalarda, Azərbaycan televiziyaları, dediyim kimi artıq Türkiyə televiziyaları bundan danışmağa şükürlər olsun ki, başladı. Ya orada Qacarlar olmalıdır, Qacar sülaləsi olmalıdır, elə o bayraq da Qacarlarındır, ya da ki, əlbəttə Güney Azərbaycan olmalıdır. Təşəkkürüm diqqətinizə görə.